Quldurluq və nəqliyyat vasitəsini qanunsuz ələ keçirmədə təqsirləndirilən İsmət İbrahimovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Məlumata görə məhkəmənin hökmü ilə o 4 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. İttihama görə əvvəlcə nəqliyyat vasitəsini qanunsuz yollarla ələ keçirib, daha sonra isə aptekdə quldurluq əməli törədib. Belə ki, 17 may 2025-ci ildə İsmət İbrahimov əvvəlcə Qusar rayonunun Lanqi kəndi ərazisində yol kənarına nəzarətsiz qalan traktoru ələ keçirib. O traktoru işə salaraq Quba istiqamətində hərəkət edib, lakin Quba rayonunun Aşağı Atuş kəndi ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb. İstintaqla müəyyən olunub ki, bir neçə gün sonra o, Qusarçayın sağ sahilində yerləşən apteklərdən birinə daxil olub. Təqsirləndirilən şəxs reseptlə aldığı dərmanların pulunu ödəmədən aptekdən çıxmaq istəyib. Aptek əməkdaşları İsmətdən ödəniş tələb etdikdə isə üzərində olan mətbəx bıçağını göstərərək onlara hədə-qorxu gəlib və dərmanları ələ keçirib. Məhkəmədə ifadə verən İsmət İbrahimov özünü qismən təqsirli bilib. O bildirib ki, traktoru oğurlamaq yox, evə getmək üçün götürüb. Aptekdə isə pulu olmadığı üçün təşvişə düşərək bıçaq çıxarıb. Onun sözlərinə görə heç kimə xəsarət yetirmək niyyəti olmayıb. Məhkəmə təqdim olunan sübutları araşdırdıqdan sonra təqsirləndirilən şəxsə 4 il 2 ay həbs cəzası verib.